Hüseyin gəl lövhəyə. Səfəvi dövləti neçənci illərdə mövcud olmuşdur? 1501-1736. Kim yaratmışdı? Şah birinci İsmail. Ay sağ ol. Paytaxt olmuş şəhərlər. Deməli, Təbriz, Qəzvin, bizdən İsfahan. İsfahan, ay sağ ol. Səfəvi Osmanlı müharibəsi. Ümumiyyətlə Səfəvilərin hardakı uğurları Azərbaycan bölgəsində. yox, əsasən hansı ay sağ ol. Hansı Osmanlı sultanını narahat edirdi? Birinci Səlim. Ay sağ ol. Səlim neçənci illərdə hakimiyyətdə olub? 1512-1520. 1481. Yo, ikinci Bəyazitdir. Səfəvi dövlətinin müstəqilliyini tanıyan Osmanlı sultanı kim idi? Ay sağ ol. Amma Səfəvilərin uğurlarını narahatlıqla qarşılayan ay sağ ol. Səfəvi Osmanlı müharibəsinin birinci mərhələsi neçənci illərdir? 14-51. Ay sağ ol. 1514-1555-ci illər. Səbəblərin say? Səbəbləri deməli o idi ki, mənim Sultan 1-ci Səlimin Şərqi Anadoludakı sərhədlərini genişləndirmək istəyi, Azərbaycan ərazisində keçən ticarət yolları. Ay sağ ol. Bir də ki, səfərlərin mənim mərkəzləri Anadoludakı uğurları. Ay sağ ol. Bəs hər ikisinin ortaq məqsədi nə idi? Səbəb olan sərvətlər uğrunda mübarizə hər ikisinin ortaq marağı idi. Yaxşı. Müharibə ərəfəsində Osmanlıların gördüyü tədbirlər. Osmanlıların gördüyü tədbirlər mənim Macaristan və Venesiya kimi dövlətlərlə Sülh müqaviləsi var. Və kimdən kömək aldılar? Kimdən kömək aldılar? Mənim Şeyban. Ay sağ ol. Bəs Şeybanilər Səfəvilərə dost idi, düşməni idi. Bu zaman düşmən çünki Düşmənçilik hansı dövlətdə biz keçdik ki, əhsən Fidan, sən də görüm Teymurilər dövründə Səfəvilərlə Şeybanlar arasında düşmənçilik yaradan iki amil var idi. Hansılar idi? Səfəvilər Teymuri hücumlarını müdafiə edirlər. Buna görə Şeybanilərlə Səfəvilər arasında vəziyyət gərginləşir. Bir də Şeybanların tutması. Ay sağ ol. Məhz Teymurların paytaxtı Xorasanda yerləşirdi Herat. Herat tutdu və Xorasan tam sahibi oldu. Bir də yəni Hüseyn Bayqaranın övladlarının İsmail tərəfindən himayə olunması gələcək Şeybani Səfəvi müharibələrinin əsasını inirdi, qoyurdu. Bəs Şeybanilər İsmail neçənci ilə məğlub etmişdi? Hansı? Ay sağ ol. Bəs Səfəvilər hardan hara qədər ərazilərə sahib olmuşlar? Böyük imperatorluğa çevrilmişlər. Şimalda Dərbənddən mən gəldim. Dərbəndə mi tutmuşdular? 1510. 10-cu da.